Salam, hər vaxtınız xeyir, xoş gördük hər birinizi. Ümid edirəm hər biriniz yaxşısınız. Səhifə 19-da olan test tapşırıqlarının izahını sizlərə təqdim edirəm. Burada əsasən bu səhifədə nəzəri suallardır. Yenə nəzəri suallar olsa da belə hər birinin bir-bir izahlarını sizlərə verəcəm ki, hər kəsə faydalı olsun. Baxırıq birinci suala. Deyir, aşağıdakılardan hansı verilənlərin tipinə aid deyil? Verilənlərin tipinə aid deyil, burada şərti. Yəni verilən tipinə məntiqi, göstərici, mətn hesabı tiplər daxildir. İkinci sualda qiyməti rəqəmlərlə ifadə olunan, baxın, qiyməti rəqəmlər deyirsə, artıq burada hesabı tipdən söhbət gedir. Qiyməti sözlərlə ifadə olunursa, yəni sözlərlə artıq bu verilənlərin mətn tipindən aiddir. Qiyməti cəmiyyətlərlə, qiyməti məntiqi cəmiyyətlərlə ifadə olunursa, məntiqi cəmiyyət artıq məntiqi tipə aiddir. Proqramlaşdırmada yaddaş yuvaları ilə işləmək üçün hansı tip veriləndən istifadə olunur? Baxın, yaddaş yuvaları deyir, açar sözü bunun hansına aid edir? Təbii ki, göstərici tipə aid edir. Burada doğru cavabımız olur D variantı. Hesabı verilənlərdə qiymət nə ilə ifadə olunur? Baxın, hesabı verilənlərdir. Hesabı verilənlər dedikdə burada artıq rəqəmlərdən istifadə olunur. 7-ci sualda bizə nədir? Deyir, məntiqi verilərdə qiymət nə ilə ifadə olunur? Məntiqi qiymətlə verilərdə qiymət məntiqi cəmiyyətlərdir. Baxın, məntiqi verilənlərdir. Məntiqi cəmiyyətlərlə ifadə olunur. Mətn tipli verilənlərdə qiymət simvollarla ifadə olunur. 8-də doğru cavabımız E variantıdır. 9-cu sualda deyir, informasiyanın cari zamana uyğunluğu onun hansı xassəsini əks edir? Baxın, burada cari zaman deyir. Cari zaman, yəni indiki an, indiki zaman. Yəni hal-hazırda. Yəni bu bizə hansı xassəyə uyğun edir? Yəni indiki an dedikdə, cari zaman dedikdə, yəni bu bizim yəni hər hansı bir informasiya mənə indi üçün mənə lazım olan informasiya, mən onu əldə edə bilmişəmsə, bu mənim üçün artıq necə informasiya olur? Aktual informasiya sayılmış olur. Yəni ümumiyyətlə cari zaman, indiki an, yəni bu kimi açar sözlər görürsə, artıq biz bilməliyik ki, burada aktuallıq xassəsindən əks etdirir. Onuncu sualda bizə verir 64-də 1 megabit neçə kilobayta bərabərdir? 64-də 1 megabit verir. Bu 64-də 1-i yazıram, bir kənarda qalıb. 64-ü də yazıram 2/6 şəklində. 2/6 məxrəcdə, bir də sürətdə yazıram. Baxın, burada megadan kiloya keçməyimizi istəyir. Bitdən də bayta gəlməyimizi istəyir. Megadan kiloya gələrkən böyüdən kiçiyə doğru gəlir və bunların arasında bizim bir addım fərqimiz var. Və bunlar arasındakı fərq də 2/10-a bərabərdir. Böyükdən kiçiyə doğru gələndə biz nə deyirik? Deyirdik, böyük kiçiyi vurur. Kiçikdən böyüyə doğru gələndə nə edirdik? Bölürdü. Kiçik böyüyü bölürdü. Və burada da bitlə baytın arasında 2/3 qədər fərq olduğuna görə burada biz 2/3-ə böləcəyik. Deməli, 64-də 1-i, yəni 2/6-da 1-i mən vuracam. Deməli, 2/10-a, 2/10-a və 2/3-ə böləcəm. Deməli, burada nə olacaq? Bizim cavabımız, deməli, məxrəci natural üstü qüvvət restorana əsasən vurma olanda demişdik ki, üstlər toplanır. Deməli, olacaq burada 2/9, sürətdə də 2/10-dur. Və yenə də riyaziyyatda natural üstü qüvvət üstünə əsasən bölmə əməli varsa, burada üstlər çıxılır və alınır burada 2/1, yəni 2. Bu da bizim doğru cavabımız olur B variantı. Baxırıq 11-ci sualda, deyir, informasiya rabitə kanalı vasitəsilə ardıcıllığı şəklində. Baxın, informasiya rabitə kanalı vasitəsilə siqnallar ardıcılıq şəklində ötürülür və kompüter yaddaşında baytlar ardıcılığı şəklində saxlanılır. Yəni bizim burada doğru cavabımız olur A variantı. Ümumiyyətlə, informasiya rabitə kanalı vasitəsilə siqnallar şəklində ötürülür. Siqnallar ardıcıllığı şəklində ötürülür. Kompüter yaddaşında isə müəyyən bir ölçü vahidində saxlanılır. Bu da baytlar ardıcıllığı şəklində saxlanılır. Doğru cavabımız burada A variantıdır. 12-ci suala baxırıq. İnformasiyanın hansı formaları var? İnformasiyanın iki forması var idi. Analoq və rəqəmsal. Burada A variantda dövrü budaqlanan verir. Bu alqoritmə aiddir. Alqoritmin xassələridir. Daha sonra burada bizə verib
B variantında simvol və siqnal bu informasiya ötürülməsi ilə bağlı. Buna görə B variantı yanlışdır. C variantında işçili, kodlu. Bu informasiya kompüterin ə, informasiyanı kompüterin yaddaşında verilən, kompüter yaddaşında saxlanılması ilə bağlı olan buna uyğunlaşdıra bilərik. Ona görə də C variantı yanlışdır. D variantında dairəvi xətti belə bir şey yoxdur. Y variantda baxın analoq və rəqəmsal veri və bu da bizim doğru cavabımızda analoq demişdik ki, təbiətdən alınan informasiya, rəqəmsal isə disket informasiyadır və buna doğru cavabımız olur. Deməli, E variantı. Baxırıq 13-cü suala. Deyir, məntiqi dəyişənlər hansı qiymətlər ola bilər? Məntiqi dəyişənlər 0 və ya 1 ola bilər, doğru və yalan ola bilər, true və ya false bu şəkildə ifadə olunur. 14-cü suala baxırıq. Deyir, hansı sıra informasiyanın xassələrini tam əks etdirir? İnformasiyanın xassələrinə. Baxırıq, burada A variantda qrafiki verilir. Bu informasiyanın xassəsi deyil, informasiyanın təqdim, informasiyanın verilmə üsuludur. B variantında dəqiq, aktual, aydın, adekvat. Bunların hər bir informasiyanın xassəsi doğru cavabımız B variantıdır. Gəlin baxaq digər variantlarda görək burada nə çıxır. C variantında mətni verilib. Mətni bu informasiyanın verilmə üsuluna aiddir. Doğru da belə bir xassəsə yoxdur. Məntiqi cəmiyyətə aid ola bilər bu doğru sözü. Faydalı müasir bu informasiya müasir də yox, amma faydalı informasiyanın xassəsi ola bilər. D variantında deyir aktual işarə. Aktual informasiyanın xassəsidir, işarə yox. Dəqiq informasiyanın xassəsidir, rəqəmli yox. Y variantında müasir sözü var. Bu yanlışdır. Mətni yanlışdır, nəqli yanlışdır, işarə yanlış. Burada hər bir ümumiyyətlə yanlışdır. Deməli 14-də doğru cavabımız olur B variantı. 15-ci sualda deyir hansı ardıcıllıq yaddaşın artma ardıcıllığını ifadə edir. Yaddaşın artma ardıcıllığını necə ifadə edir? Yəni artma dedikdə kiçikdən böyüyə doğru düzülməsini bizdən istəyir. Yəni azdan çoxa doğru. Bizdə başlayır baytdan, sonra gəlir kilobayt, megabayt, gigabayt, daha sonra gəlir terabayt. Belə bir ardıcıllıq harda var? Deməli, A variantda verir megabayt, terabayt, gigabayt. Megabayt, terabayt, gigabayt. Burada doğrudur. Kiçikdən böyüyə doğru düzüb. Yox, burada fikir verin. Megabayt, terabayt, gigabayt verir. Burada megabayt, gigabayt sonra terabayt gəlməlidir. Ona görə bu yanlışdır. B variantında gigabayt, megabayt, terabayt. Burada da yenə megabayt ilə gigabaytın yerlərini dəyişik verib. Ona görə də B variantı yanlışdır. C variantında terabayt, gigabayt, megabayt. Burada böyükdən kiçiyə doğru düzülüb. Ona görə də yanlışdır. D variantında terabayt, megabayt, gigabayt. Burada da yenə qaçışıq şəkildə verilib, uyğun deyil. Y variantında isə megabayt, gigabayt, terabayt. Görürsünüzmü? Hər biri kiçikdən böyüyə doğru düzülmüşdür. 16-cı suala baxırıq. Deyir, lazımi siqnalın vaxtında qeyd olunması informasiyanın hansı xassəsidir? Bu artıq dəqiqlik vaxtında deyir. Yəni dəqiq bir vaxtda artıq informasiyanın dəqiqlik xassəsini ödəmiş olur.